A nöqtəsindən katerlə yola düşürük. Ancaq məqsədimiz B-də sahilə çatmaqdır. Elə bir Kür çayı üzərində kəndlər var da, məsələn, cəmaət bəzən gəlir, yəni çayın qırağında, burada qayıqlar var da, qayıqlar onları mindirir, gətirir, burada sahilə çatdırır, düz deyir. İndi burada biz nə eləməliyik? Katerimizin burnunu belə tutmalıyıq, katerimizin burnunu belə tutmalıyıq. Ve katerimiz belədir. Çay da onu gətirib çıxardacaq bura. Görürsünüz, bu da bir çaydır. Bu da olacaq yekun ve sürətimiz. Yekun ve belədirsə, onda biz bu yolla belə gələcəyik, bu katerimiz belə gələcək, bu belə gələcək. Həmişə burada nə olacaq? Sahilə çıxacaq. Biz getdikcə, biz burnu belə tutmalıyız. Bax, belədir. O katerin burnu belə olmalıdır. Baxın, belə, belə. Hə? Belə olacaq, belə, belə. Gördünüz? Belə olacaq. Biz bu qayda ilə, güya biz bir tərəfə gedirik. Amma axı biz çay gətirib bura çıxardacaqdır. Buna deyirlər, çayı ən qısa yolla geçmək. Yenə buradan da bütün trigonometri yaza bilərsiniz, Pifagor yaza bilərsiniz. Burada T bərabər olacaqdır. Çayın eni bölünsün V-yə. V də budur, bax, sahilər üzrə sürətdir. Bu cür məsələlər bu oldu. Xahiş edirəm, bunlar bir yaxşı, eləyim, çoxlu misal verdim sizə. Dəftərlərinizdə var ya, orada 4-5 dənəsi konspektlərdir. Qalanları da ayrıca vərəqlərdə verdim. 7-ci, 8-ci vərəqlərdə. Siz dərinə getmək buyurun oxuyun. Siz səthi bilərsiniz, baxmayın. Özü bilərsiniz. Oluyor.